Salam məzləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə hazırlanması çox asan, çox dadlı, xırçıltılı pendirli börək resepti bölüşürəm. Bunun üçün ilk öncə qaba 200 ml stəkandan 1 stəkan ilıq süd tökürəm və yarım stəkan ilıq su tökürəm. Yarım çay qaşığı dolu olmayan quru maya tökürəm. Yarım çay qaşığı şəkər tozunu da töküb bunları biraz yaxşıca qarışdırıram. Qarışdırandan sonra üzərinə 4 stəkan unu da əlavə eləyirəm və bura 1 çay qaşığı duz da töküb xəmirimi yoğurmağa başlayıram. Qeyd edim ki, mən bu xəmiri çox mayalandırmayacağam. Üzərini örtüb bir təxminən 10-15 dəqiqə gözlədəcəm və sonra başlayacağam xəmirimi, yəni börəyimi hazırlamağa. Biz böreği hazırlayanda mayalanacaq onsuz da xəmir öz-özünə qalıb. Ona görə yəni çox da mayalandırmağa ehtiyac yoxdur xəmiri. Biraz ələ yapışan yumşaq bir xəmir alınır. Və mən xəmirin altına biraz un səpib xəmiri buraya yerləşdirirəm. Üzərini dəsmalla örtüb 15-20 dəqiqə gözlədirəm. 15-20 dəqiqə keçəndən sonra masanın üzərinə un səpib xəmiri burada yaxşıca toparlayıram. Və gördüyünüz kimi uzunsov formaya salıb 6 bərabər hissəyə bölürəm. Hamısını kündələyib bir boş qabın altına biraz un səpib kündələri buraya yığıram və üzərlərinə salafan örtüb 5-10 dəqiqə qoyub gözlədirəm ki, mən bunları oxlovla açanda rahat açılsınlar. Və gələn kündələrdən birini götürüb üzərinə altına yaxşıca un səpirəm və açıb yaymağa başlayıram. Kündəni nə qədər geniş, nazik açsaz, o qədər yaxşı olur. Yəni börəklər onda daha çox xırçıltılı, daha dadlı olur. Ona görə aça bildiyimiz qədər açırıq ki, börəklər daha ləzzətli, xırçıltılı alınsın. Videonu bura qədər izləyib bəyənirsinizsə, aşağıda gördüyünüz like düyməsinə basaraq mənə dəstək olmuş olarsınız. Deməli, xəmiri geniş açandan sonra üzərinə 150 qram əritdiyim kərə yağından bura 3 xörək qaşığı tökürəm. Fırça ilə yaxşıca hər tərəfinə yayıram. Ardından xəmiri bıçaqla 4 bərabər hissəyə bölürəm. İçli olaraq mən 150 qram adi pendirlə 150 qram Holland pendirini qarışdırmışam. Siz bunun əvəzinə istəsəz ətli içlikdən istifadə edə bilərsiniz və yaxud da kartoflu içlikdən də ola bilər. Yəni ürəyiniz hansını istəsə o içlikdən qata bilərsiniz bunun əvəzinə. Deməli, videoda gördüyünüz kimi pendiri belə xəmirin 4 hissəsinə də qoyuram. Və kənarlarını azca qatdalayıb çox sıx olmayacaq şəkildə rulet formasında bükürəm. Bükəndən sonra hər iki tərəfini belə içə doğru qatdalayıb gördüyünüz kimi belə forma verirəm. Digərini də necə hazırladığımı göstərmək istəyirəm. Gördüyünüz kimi eyni qaydada onu da bükürəm və belə içəri doğru qatdalayıb listə düzürəm. Börəkləri listə düzüb qoyuram bir 15-20 dəqiqə, biraz da qalıb şişib qabarsınlar. Ardından üzlərinə bir dənə yumurtanı belə çəkirəm. Və əvvəlcədən isidilmiş sobada 200 dərəcədə yarım saat pişməyə qoyuram. Bulkalar artıq pişib sobadan çıxıb. Gördüyünüz kimi çox gözəl üstləri qızarıb. İçi də həqiqətən çox dadlıdır. Gördüyünüz kimi çox gözəl xırçıltılı alınıb. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.